əhdin İslamda çox böyük dəyəri vardır. Hətta təfsiri nümunə müəllifi də Fəxrəddin Razi kimi əhdin nifaqla əlaqəsinin olduğunu qeyd edibdir. Yəni, hər kəs verdiyi əhdə onun hansı növdən olmasından asılı olmayaraq öz əhdinə xəyanət etsə, ikiyüzlülük etmiş olur, münafiqlik etmiş olur. Əhdin də müxtəlif təbəqələri, müxtəlif növləri vardır. Bəs əhd nə üçün bu qədər Qur'an və sünnə bu məsələnin üzərində dayanır? Axı əhd-i peymanın nə dərəcədə önəmi vardır ki, Qur'an müxtəlif ayələrində ondan artıq ayədə əhdimizə əməl etməyimizi bizə dönə-dönə təkidlə tapşırmaqdadır. Onun ən mühüm dini səbəbi ondan ibarətdir ki, əziz möminlər, əhd-i peyman təqvalı olmağın nişanələrindəndir. Yəni, kimin əhd-i peymanda problemi varsa, çatışmazlığı varsa, onun təqvasında problem var. Onun kamil müttəqi, kamil iman əhli olmasında çox ciddi problem vardır. Uca Allah Qur'an-ı Kərimdə Bəqərə surəsinin 177-ci ayəsində buyurur ki, Leysəl birrə ən tuvallu vucuhakum qibələl məşriqi vəl məğrib. Sizin üzünüzü məşriq və məğribə tərəf çevirməyiniz heç də yaxşılıq əlaməti, yəni təqvanın nişanələrindən deyildir. Bir çox geniş anlamlı sözdür. Bir ən yaxşı insan, ən yaxşı mömin, ən yaxşı müttəqi, yəni təqvalı olan şəxs mənasını bildirir. Bir elə bir məfhumdur ki, Qur'an və hədis terminologiyasında bir o şəxslərə deyilir ki, onlar bütün yaxşılıqları, bütün ali əxlaqi dəyərləri öz şəxsində, öz əməlində cəm etmiş olsunlar.